Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya ilə. Bugün sizlərə təqdim edəcəyim mövzu əsas nitq hissələrindən biri olan saydır. Gəlin keçid edək yeni mövzumuzun izahına. Mövzumuz saydır. Gəlin görək say nəyə deyilir? Say əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsidir. Say neçə, nə qədər və neçənci suallarından birinə cavab verir. Deməli, sayın sualları neçə, nə qədər və neçənci. Say isimlə bağlı olur. Gəlin yadımıza salaq. Ötən dərslərimizdən də bizə məlumdur ki, əşyaya bağlı olan digər nitq hissələrindən biri də sifətdir. Sifətlə sayın bir sıra oxşar və fərqli xüsusiyyətləri mövcuddur. Gəlin say mövzusuna daha yaxından keçid etməzdən əvvəl sizinlə bir yerdə say və sifəti bir-birindən fərqləndirən və bir-birinə bənzədən bir neçə xüsusiyyətini qeyd edək. Saylar sifətin oxşar və fərqli xüsusiyyətləri. Bura oxşar, buraya isə fərqli xüsusiyyətini qeyd edək. Belə bir cədvəl çəkək. Aha, gəlin başlayaq. Sayla sifətin oxşar cəhətləri, oxşar xüsusiyyətləri nələr ola bilər? Sayda, sifətdə hər ikisi də isimlə bağlıdır. Hər ikisi isimlə bağlıdır. Məsələn, 5 kitab, gözəl qız. Hər ikisi aid olduğu ismin əvvəlində gəlir. Hər ikisi aid olduğu ismin əvvəlində gəlir. Baxın, bu nümunədən də bilmək olar. Görürsünüz, isimdir, ismin əvvəlində var say. İsimdir, ismin əvvəlində var sifət. Daha sonra hər ikisi həm say, həm də sifət isimləşə bilir. Hər ikisi isimləşə bilir. Məsələn, beşimiz gözəllər. Sayın isimləşməsi və sifətin isimləşməsi. Hər ikisi həm say, həm də sifət hansı sualına cavab verə bilir? Hər ikisi hansı sualına cavab verə bilir? Məsələn, şəhərdəki qız. Hansı qız? Şəhərdəki qız. Hansı qız? Və yaxud da 5-ci sinif. Hansı sinif? Neçənci sinif? Daha sonra hər ikisi cümlədə sifətin sualına cavab verdiyinə görə hər ikisi cümlədə təyin ola bilir. Hər ikisi təyin olur. Hər ikisi təyin ola bilir. Daha sonra hər ikisi isimləşdiyi zaman cümlədə mübtəda və tamamlıq ola bilir. Mübtəda və tamamlıq ola bilir. Dəyərli müdavimlər, bunlar sayla sifətin oxşar xüsusiyyətləridir. Gəlin indi keçək sayla sifəti bir-birindən fərqləndirən əsas xüsusiyyətlərə. Görək bunlar hansılardır? Say əşyanın miqdarını və sırasını bildirdiyi halda sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Bu ilk fərqli xüsusiyyət. Beləliklə, say, miqdar və sıra bildirir. Sifət isə əlamət və keyfiyyət.
Digər fərqləndirici xüsusiyyət bundan ibarətdir ki, say əsasən saylardan düzəldiyi halda sifət müxtəlif nitq hissələrindən, məsəl üçün adlardan və fellərdən düzələ bilir. Say əsasən saylardan düzəlir. Sifət isə müxtəlif nitq hissələrindən. Müxtəlif nitq hissələrindən. Beləliklə, biz sayla sifəti bir-birindən fərqləndirən və bir-birinə bənzədən oxşar və fərqli xüsusiyyətləri ilə tanış olduq. İndi isə keçid etmək istəyirəm sayın quruluşca növlərinə. Gəlin lövhəmizi təmizləyək. Aha. Sayın quruluşca növləri. Say quruluşuna görə 3 yerə ayrılır. Sadə saylar, düzəltmə saylar və mürəkkəb saylar. Sadə saylar nədir? Sadə saylar sadəcə kök və yaxud da kök üstəgəl qrammatik şəkilçidən ibarət olur. Məsələn, 5 sadə saydır və yaxud da ki, 5'imiz mənsubiyyət şəkilçisi qəbul edib kök və qrammatik şəkilçidən ibarətdir. Yəni, sadə say hesab olunur. Keçdik düzəltmə saylara. Düzəltmə saylar nədir, necə yaranır? Düzəltmə saylar sadə sayların üzərinə leksik şəkilçilər artırmaqla yaranır. Gəlin görək, say düzəldən leksik şəkilçilər hansılardır? Say düzəldən leksik şəkilçilərə lu, acıq, larla, larca və ıncı şəkilçisini misal göstərə bilərik. Məsələn, lu, çoxlu, çox kök, lu leksik şəkilçi, acıq. Məsələn, azacıq, az sözün kökü, acıq leksik şəkilçi. Larla, onlarla, onlarla insan. On sözün kökü, larla leksik şəkilçi. Larca, yüzlərcə, yüz sözün kökü, lərcə leksik şəkilçi. İncə, məsələn, beşinci, beş sözün kökü, inci leksik şəkilçi. İndi isə keçək mürəkkəb saylara. Bildiyimiz kimi mürəkkəb saylar 2 və daha artıq sözdən ibarət olmalıdır. Gəlin baxaq görək mürəkkəb saylar yazılışına görə neçə yerə ayrılır. Mürəkkəb saylar yazılışına görə 2 yerə ayrılır. Defislə yazılan saylar və ayrı yazılan saylar. Defislə yazılan saylar və ayrı yazılan saylar. Unutmayaq ki, bitişik yazılan mürəkkəb sayımız yoxdur. Yəni saylar bitişik yazılmayacaq. Defislə və ayrı yazılacaq. Gəlin baxaq, defislə yazılmış sayımız. Məsəl üçün, 3, 4, 5, 6. Bu saylara 3, 4, 5, 6 tipli qeyri-müəyyən miqdar saylarını misal göstərmək olar. Ayrı yazılan saylara isə məsələn, bir çox, bir qədər, bir sıra, bir az və s. Dəyərli müdavimlər, bu da sayların quruluşca növləri. İndi isə keçid etmək istəyirəm sayın mənaca növlərinə. Sayın mənaca növləri. Gəlin baxaq görək, sayın mənaca neçə növü var. Sayın mənaca növləri. Saylar mənaca 2 növə ayrılır. Baxın, miqdar sayları və sıra sayları. Sıra sayları. Bu sayın mənaca növləridir. Sayın mənaca növlərindən biri olan miqdar sayları da özlüyündə 3 yerə ayrılır, 3 hissəyə ayrılır. Baxın,
hansılardır? Müəyyən miqdar sayı, daha sonra qeyri-müəyyən miqdar sayı və kəsr sayı. Sıra sayıları isə heç bir mənaca növə ayrılmır. İndi isə ətraflı şəkildə danışmaq istəyirəm miqdar sayının mənaca növlərindən. Gəlin ilk növbədə lövhəmizi təmizləyək və miqdar sayının müəyyən miqdar sayıları növləri haqqında danışaq. Müəyyən miqdar sayıları. Gəlin baxaq görək müəyyən miqdar sayıları nədir? Müəyyən miqdar sayıları əşyanın konkret, dəqiq şəkildə miqdarını, sayını bildirir. Məsələn, 5 stul. Stulun konkret miqdarını bildirdi, sayını bildirdi. Yəni 5 stul. Gəlin baxaq görək müəyyən miqdar sayıları hansı suallara cavab verir? Müəyyən miqdar sayıları neçə və nə qədər suallarından birinə cavab verir. Məsələn, 5 stul. Neçə stul? 5 stul. 5 stul. Nə qədər stul? 5 stul. Müəyyən miqdar sayıları quruluşca iki yerə ayrılır. Quruluşca iki növü var. Quruluşca. Sadə və mürəkkəb. Sadə müəyyən miqdar sayıları, məsəl üçün 5, 10, 20, 3, 4 və s. Mürəkkəb miqdar sayıları isə, məsələn, 11, 21, 25, 96 və s. Məsələn, 25, 16 və s. İndi isə gəlin keçid edək, görək. Müəyyən miqdar sayılarından sonra gələn isim sizcə təkdəm işlənməlidir, yoxsa cəmdəm işlənməlidir? Gəlin baxaq. Baxın, əslində lövhədə yazdığım nümunədə hər şey bəllidir. Müəyyən miqdar sayılarından sonra gələn isim hökmən təkdə işlənir. Məsələn, 5 stul. 5 stullar. Doğru deyil. Mən 5 stullar yaza bilmərəm. Çünki müəyyən miqdar sayılarından sonra gələn isimlər cəmdə deyil, təkdə işlənməlidir. Bu ismin cəmdə işlənməsi qrammatik normanın pozulması deməkdir. Baxın, burada da qeyd edirəm. Qrammatik norma pozulur. Düzdür, bir sıra fərqli cəhətlər də var. Məsəl üçün, bəzi müəyyən miqdar sayılarından sonra, hansı ki, məsəl üçün, bunlar milyon, milyard, bu tipli sayılardır. Bunlardan sonra əgər zaman mənalı sözlər, məsələn, həftə, gün, ay, il gələrsə, bu zaman həmin sözlər cəm şəkilçisi qəbul edə bilir. Məsələn, baxın, milyon illər. Milyon illər. Gördünüz, milyon müəyyən miqdar sayıdır. Ondan sonra gələn söz cəm şəkilçisi qəbul edib. Məsələn, milyon illər bundan öncə. Lakin bu ancaq yuvarlaq müəyyən miqdar sayılarına şamil edilən xüsusiyyət hesab olunur. İndi isə keçək müəyyən miqdar sayıları ilə bağlı olan daha xüsusi bir məqama. Bu məqam nədir? Bu məqam numerativ sözlər hesab olunur. Gəlin görək, numerativ sözlər nədir? Numerativ sözlər. Numerativ sözlər adətən say və isim arasında işlənir. Və numerativ sözlər özü də iki hissəyə ayrılır. Əsas vəzifəsi numerativlik bildirən sözlər. Gəlin qeyd edək. Əsas vəzifəsi numerativ olan sözlər. İkincisi isə başqa nitq hissələri olub, sadəcə numerativlik vəzifəsini yerinə yetirənlər. Numerativlik
vəzifəsini yerinə yetirənlər. Aha. Gəlin baxaq görək əsas vəzifəsi numerativ olan sözlər hansılardır? Bura daxildir. Baş, ədəd, dənə, nəfər, cüt, dəst. Bəs gəlin görək numerativlik vəzifəsini yerinə yetirənlər hansılardır? Bura məsələn stəkan, vaqon, maşın, dəstə və sair sözləri aid eləyə bilərik. Danışmaq istəyirəm əsas vəzifəsi numerativ olan sözlərlə bağlı. Baş numerativ sözü daha çox mal, qara ilə bağlı sözlərdə işlədilir. Məsəl üçün, beş, baş, mal. Bəziləri baş sözünü ailəyə də şamil edirlər. Məsələn, deyirlər ailədə neçə nəfərdən ibarətsiniz. Deyir ki, biz ailədə 5 başıq. Bu yanlışdır. Bu leksik normanın pozulması deməkdir. Bildiyimiz kimi leksik norma sözün mənasının yerində düzgün işlənməməsidir. Baş sözü qeyd etdiyimiz kimi mal, qaraya aid edilən bir numerativ söz hesab olunur. Ədəd, dənə numerativ sözləri cansızlarla istifadə olunur. Məsələn, 2 dənə qələm, 5 dənə kitab və s. Cansız. Nəfər insan anlayışı ilə bağlı sözlərdə istifadə olunur. Məsələn, 5 nəfər adam. Bu insanla bağlıdır. Cüt, dəst isə bunlar cüt, qoşalıq bildirir. Bunlar qoşalıq bildirir. İndi sizlərlə danışmaq istəyirəm nədən? Bəzi numerativ sözlərin kəmiyyət fərqi yaratmasından. Gəlin, buranı silək. Məsələn, belə numerativlərdən biri də cütdür. Baxın, yazıram ki, 1 ədəd corab. 1 ədəd corab. Biri də var yazıram ki, 1 cüt corab. Baxın, mən bilirik ki, corab 2 cüt formasındadır. Yəni sağ ayaq və sol ayaq. 1 ədəd corab deyəndə mən bu corabın yalnız bir tayını nəzərdə tuturam. Amma mən 1 cüt corab deyəndə artıq burada 1 corab deyil. 2 corab, yəni 1 cüt corabı nəzərdə tuturam. Və yaxud da ki, belə yaza bilərik. 1 dənə odun. Burada odunun miqdarı 1'dir. Biri də var, yazıram ki, 1 qucaq odun. Mən 1 qucaq odun deyəndə burada bir odunu nəzərdə tutmuram. Qucağıma yerləşə biləcək qədər odunu nəzərdə tuturam. Və yaxud da ki, deyirəm ki, 1 dənə gül. Gülün miqdarı 1 ədəddir, 1 dənədir. Və deyirəm ki, 1 dəstə gül. Dəstədə isə güllərin sayı bilirik ki, çoxdur. Məsələn, 7, 9, 11 və s. güllər ola bilər. Bu da numerativ sözlərin kəmiyyət fərqi yaratması. İndi isə gəlin keçək qeyri-müəyyən miqdar saylarına. Gəlin baxaq, qeyri-müəyyən miqdar sayları. Qeyri-müəyyən miqdar sayları nədir? Qeyri-müəyyən miqdar sayları əşyanın miqdarını qeyri-müəyyən, yəni təxmini şəkildə bildirir. Və qeyri-müəyyən miqdar sayları yalnız və yalnız nə qədər sualına cavab verir. Sualı nə qədər? Danışmaq istəyirəm qeyri-müəyyən miqdar saylarının quruluşundan. Qeyri-müəyyən miqdar sayları quruluşuna görə 3 yerə ayrılır. Quruluşca 3 yerə ayrılır. Sadə, düzəltmə və mürəkkəb.
Sayda qeyri-müəyyən miqdar sayları. Məsələn, az, çox, az, çox, xeyli və s. Düzəltmə qeyri-müəyyən miqdar sayları. Onlarla, yüzlərcə, çoxlu və s. Çoxlu, onlarla və s. Mürəkkəb qeyri-müəyyən miqdar sayları. Məsəl üçün, bura defslə yazılan sayları, hansı ki, bayaq quruluşunda qeyd etmişdim. 5, 6, 7, 8 və yaxud ayrı yazılan qeyri-müəyyən miqdar saylarını, məsələn, bir sıra, bir çox, bir az, bir qədər saylarını misal göstərə bilərik. Qeyd edim ki, qeyri-müəyyən miqdar sayları içərisindən yalnız və yalnız defslə yazılan qeyri-müəyyən miqdar sayları da numerativlərlə işlənə bilir. Məsəl üçün, 5, 6 nəfər adam. Onu da qeyd edim ki, bu yalnızca müəyyən miqdar sayları və qeyri-müəyyən miqdar saylarının defslə yazılan növünə şamil olunur. İndi isə keçək kəsir saylarına. Kəsir sayları. Gəlin baxaq görək kəsir sayları nədir? Kəsir sayları da miqdar saylarının mənaca bir növü hesab olunur. Kəsir sayları tamın hissəsini və yaxud da tam və ya hissəni bildirir. Və kəsir sayları yalnızca nə qədər və neçə hissə sualına cavab verir. Kəsir sayları müəyyən miqdar sayları, məsələn 5, 10, 6, eyni zamanda yerli hal şəkilçisi olan dadə şəkilçisinin köməkliyi ilə yaranır. Məsələn, 5-də 3, 2 tam, 10-da 5 və s. Kəsir saylar da quruluşuna görə yalnızca mürəkkəb olur. Yalnızca mürəkkəb olur. Nə sadə ola bilmir, nə düzəltmə ola bilmir. Kəsir saylarından bu qədər. İndi keçək sıra sayları haqqında danışaq. Görək sıra sayları nədir? Sıra sayları. Sıra sayları əşyanın sırasını bildirir və neçənci sualı ilə yanaşı və hansı sualına da cavab verə bilir. Sıra saylarının sualı neçənci və hansı sualıdır? Baxın, say bu suallardan birinə cavab vermiş olur. Qeyd edim ki, sıra sayları ıncı leksik şəkilçisinin köməyi ilə yaranır. Məsələn, 5 sözün kökü inci leksik şəkilçi. 5-ci sinif. Neçənci sinif? 5-ci sinif. Və yaxud da ki, 5-ci sinif. Hansı sinif? 5-ci sinif. Baxın, iki sualı da vermək mümkündür. Sıra saylarının quruluşuna gəlincə, sıra sayları quruluşuna görə yalnız və yalnız düzəltmə və mürəkkəb olur. Quruluşca düzəltmə, baxın, sadə ola bilməz. Axı, sıra sayları ıncı leksik şəkilçisinin köməyi ilə yaranır. Əgər bir söz leksik şəkilçi qəbul edibsə, həmin söz necə sadə söz olsun? Deməli, yalnızca düzəltmə qeyd etdiyim kimi, məsələn, 5-ci və mürəkkəb ola bilir. Mürəkkəblərə isə, məsələn, 5-ci yox, 55-cini misal göstərə bilərik. Sıra saylarından sonra gələn isimlər də həm təkdə işlənə bilər, həm cəmdə işlənə bilər. Məsəl üçün, mən deyirəm 5-ci sinif, bu da doğrudur. Mən deyirəm 5-ci siniflər. Bu da doğru hesab olunur. Qeyd edim ki, saylar içərisindən ən çox isimləşən saylar məhz sıra sayları hesab olunur. Bunu da bu barədə də sizinlə birazdan danışmış olacağıq.
İndi keçək nəyə? İndi keçək sayın cümlədə əsas sintaktik vəzifəsinə. Gəlin baxaq görək say cümlədə hansı cümlə üzvləri ola bilir. Aha, keçdik. Sayın cümlədə rolu. Bilirik ki, əgər bir say sifətin suallarına, yəni hansı sualına cavab verə bilirsə, deməli, həmin say cümlədə təyin ola bilir. Deməli, sayların cümlədə əsas sintaktik vəzifəsi təyin olmaqdır. Lakin, say cümlədə təyindən əlavə həm mübtəda, həm xəbər, həm zərflik, həm də tamamlıq ola bilir. Gəlin bunlara aid nümunə yazdaq ki, sizlər üçün daha da aydın olmuş olsun. Gəlin, məsələn, mübtəda qısa qeyd edim. Məsələn, beşincilər gəldilər. Kim? Beşincilər. Görürsünüz, oldu mübtəda. İndi sayı edək xəbər. Gələn beşincilərdir. Beşincilərdir. Kimlərdir? Beşincilərdir. Oldu ismi xəbər. Daha sonra eləyək təyin. Beşinci mərtəbə. Hansı mərtəbə? Neçənci mərtəbə? Beşinci mərtəbə. İndi isə edək tamamlıq. Tamamlıq. Beşini mənə ver. Oldu tamamlıq. İndi isə gəlin zərflik edək. Məsəl üçün, qardaşım birinci gəldi. Necə? Nə tərzdə? Baxın, oldu zərflik. Deməli, say cümlədə əsas sintaktik vəzifəsi təyin oldu. Lakin bununla yanaşı say cümlədə mübtəda, xəbər, tamamlıq və zərflik rolunda da çıxış edə bilər. İndi isə sizlərlə danışmaq istəyirəm sayın cümlədə isimləşməsi. Necə olur ki, say isimləşir? Gəlin, baxaq. Lövhəni təmizləyək. Qeyd edək sayın isimləşməsi. Aha. Gəlin baxaq görək say hansı məqamlarda isimləşir. Say iki məqamda isimləşir. Birincisi, aid olduğu ismi onun əlindən aldıqda, yəni isimsiz işləndikdə. İkincisi isə ismə məxsus olan cəm, hal və mənsubiyyət şəkilçisini qəbul etdikdə. Cəm, hal və mənsubiyyət qəbul etdikdə. Yazıram, məsəl üçün, 5-ci sinif gəldi. Gəldi. Nə etdi? Gəldi. Kim gəldi? Sinif. Hansı sinif? 5-ci sinif. Burada 5-ci sıra saydır və hələ isimləşməyib. Çünki baxın, onun ismi yanındadır və o nə cəm, nə mənsubiyyət, nə də hal şəkilçisini hələ qəbul etməmişdir. İndi isə mən onun ismini əlindən alacağım və ona ismə məxsus ya cəm, ya hal, ya mənsubiyyət şəkilçisini qoşacağım. Gəlin, baxaq. Beşincilər gəldilər. Gəldilər. Nə etdilər? Gəldilər. Kim gəldi? Beşincilər. Artıq burada bizim sayımız ismə məxsus cəm şəkilçisini qəbul etdi, isimləşdi və cümlədə əsas vəzifəsi oldu mübtəda. Gəlin, baxaq görək, say isimləşən zaman hansı xüsusiyyətlərini itirir və ya ismə məxsus olan hansı xüsusiyyətləri qazanır. Gəlin, sizlərlə bir yerdə bunları qeyd edək. Deməli, say isimləşərkən bura yazacağım itirir, bura yazacağım qazanır. Gəlin, baxaq.
Say isimləşərkən itirən xüsusiyyətləri nələrdir? İsmin əvvəlində işlənməyi. Deməli, ismin əvvəlində işlənməyi. İsmin əvvəlində işlənməyi itirir. Bayaqda nümunə qeyd etdim. Daha sonra sayın suallarına cavab verməyi, yəni neçə, nə qədər, neçənci suallarına cavab vermir. İtirir. Sayın suallarını itirir. Sayın suallarını itirir. Və yalnız bununla bitmir. Eyni zamanda say isimləşərkən cümlədə təyin olmaq funksiyasını da itirir. Yəni təyin olmağı. Təyin olmağı itirir. Bunun əvəzində cümlədə mübtəda tamamlıq ola bilir. Gəlin baxaq görək bəs hansı xüsusiyyətləri qazanır. Say isimləşən zaman ismin suallarına cavab verir. İsmin suallarına cavab verir. Versin, çox gözəl. Cümlədə mübtəda və tamamlıq ola bilir. Cümlədə mübtəda tamamlıq ola bilir. Aha, sonra cəmlənə bilir. Hallanabilir. Mənsubiyyət şəkilsi qəbul edə bilir. Baxın, bu qədər. Say isimləşdiyi zaman saya məxsus xüsusiyyətlərini itirir, ismə məxsus xüsusiyyətləri qazanır. İtirdiyi xüsusiyyətlər ismin əvvəlində işlənməyi, sayın suallarını itirir və təyin olmağı itirir. Əvəzində qazanır nəyi? İsmin suallarına cavab verir. Cümlədə isimləşən zaman mübtəda tamamlıq olur, cəmlənə bilir, hallana bilir, mənsubiyyət şəkilsi qəbul edə bilir. Lakin bir məqama da diqqət yetirək. Say cümlədə isimləşsə də, ismin sualına cavab versə də, morfoloji baxımından heç vaxt ismə çevrilmir. Morfoloji baxımından say yenə də say hesab olunur. İndi isə mən lövhəni silib bir neçə xüsusi məqamı diqqətinizə çatdırmaq istəyirəm. Gəlin bu xüsusiyyətləri, bu xüsusi məqamları qeyd edək. Deməli, saylarımız əsasən milli mənşəli saylardır. Lakin içərisində alınma olan sözlərimiz, yəni saylarımız da mövcuddur. Yəni saylar əsasən millidir. Lakin içərisində 80, milyon, milyard, trilyon və s. kimi saylar alınma, hesab olunur. Milyon, 80, milyard, milyon, milyard, 80 və s. Bunlar alınma saydır. Baxın, alınma. Qeyd edim ki, 80 sayı 80, 80 sayı ilə sinonimdir. Sinonim. 80 milli, 80 isə alınma. Say hesab olunur. Daha sonra növbəti bir xüsusiyyət. Saylara aid dilimizdə heç bir qrammatik şəkilçi yoxdur. Qrammatik şəkilçisi yoxdur. Daha sonra say düzəldən bütün leksik şəkilçilər, yəni lu, larca, larla, azacıq, yəni acıq şəkilçisi, ıncı şəkilçisi, bunlar türk mənşəli saylar hesab olunur. Yəni türk mənşəli şəkilçilər. Leksik şəkilçilər türk mənşəlidir. Yəni millidir. Daha sonra qeyd edək nəyi? Sayların bəzisi amonimlik xüsusiyyətinə malikdir. Məsələn, az, 40, 1000 və s. və s. Məsələn, az bir say kimi, məsəl üçün, məclisə az adam gəlmişdi. Bir də feil kimi, azmaq feili kimi, o meşədə yolunu azdı.
Daha sonra 40. 40 biri var say kimi. Məsəl üçün, sinifdə 40 nəfər şagird var. Bir də var, deyirəm ki, məsələn, onlar boyunu 40-dılar. Daha sonra min həm say kimi, həm minmək feili kimi. Məsələn, oğlan ata mindir və s. Daha sonra danışaq nədən? Düşünürəm ki, əsas xüsusiyyətlər budur. Belə dəyərli izləyicilər, əziz müdavimlər, bu günlük say haqqında izahım bu qədər. Əgər izahım sizin üçün faydalı və yararlı oldusa və bu kimi izahlarımın ardının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi, şərh yazmağı və ən əsası isə kanalıma abunə olmağı unutmayın. Hələlik!